Her birinize selamlar dostlar. Kanalıma ve videoma hoş gelmişsiniz. Dostlar bugün sizlerle yepyeni bir video ile karşınızdayım. Dostlar təxmin olarak bir aydır ki ben kanala video atmıram. Atmamağımın sebebini hamısını size diyeceğim. Dostlar deməli benim bildiğiniz kimi iPhone SE 2020 falan var idi. Yani onu ben dondu elədi, biraz problem çıxartdı. Elə bil ki PUBG-də donmağa falan başladı. Drop yirdi. Hem yaddaşı az idi, hem nə bilim çox köhnə versiya telefonlar görünümündə idi. Elə bil ki iPhone 6, iPhone 7-lərə çox oxşuyurdu. Ona görə də belə bir qərara gəldim ki, yeni bir telefon alım və getdim dostlar. Xaricdən gətirilmə, elə bil ki Türkiyədə vergi falan olur. Vergisiz falan mən yeni bir telefon gətirtdirdim. Elə bil ki bu biraz fərqli yollara girir. Mən belə aldım dostlar. Yəni normalde bu telefon çox bahalıdır. Yəni kutusu bildiğiniz kimi ağ falan olur. Xiaomi'lərin, Redmi'lərin falan. Bu belə rəngdə gəldi. Dediyim kimi global versiyon telefondur. Ona görə də belə gəldi bu. Qeydiyyatı falan hər şey elənmiş, yəni bir telefonda. Dostlar telefonumuzun adı Xiaomi Mi 14T Pro. Yəni mən bunu təzədən kutusuna qoydum. Normalde elə bil ki ben bunu açtım, bir 3-4 gün işlətmişəm də. Normal, yəni elə 3-4 gün işlətdim. Sizin üçün təzədən kutuladım dostlar. Elə bil ki kutusundan elə həmişəki kimi, yəni Xiaomi'lərdə olduğu kimi belə bir kutu çıxır. Yəni normalda kağız falan da olur. Məndə kağız falan olmadı. Kağız yox idi deyə. Yəni nə bilim belə gəldi mənə. Bir kağız falan yoxdur. İçindən silikon qara belə üzlüyü çıxır dostlar. Elə bil ki cover deyirlər. Telefonumuzun özü. Yəni normalde mən bunu açıb quraşdırıb eləmişəm. Yəni işlətmişəm, bunun içine PUBG falan yükləmişəm, nə bilim bir sürü şeyler falan yükləmişəm. Dostlar bu telefonun bəyəndiyim özelliklerinden biri burasının belə çıxıntılı olması. Nəysə, deməli dostlar, bu telefonun yaddaşı elə bil ki artırıla bilir RAM ilə 32 GB-a qədər artırıla bilir RAM-ı var. 32 mi 28 idi deyəsən, səhv eləmirəmsə. 32 deyil, 28 GB-a qədər RAM-ı qalxır. 1024 GB-da yaddaşı var, yəni 1 TB yaddaşı var. Gördüğünüz kimi barmaq izi də çox tez açılan bir telefondur. Dostlar, bu telefon ekranı elə bil ki 144 FPS, yəni 144 Hz-ə qədər çıxa bilən bir ekranı var. Buraya 144 Hz-ə qədər deyir. Ve dostlar kutu içini göstermedim size. Kutu içini de göstereyim. Evet dediğim kimi dostlar, xaricdən gəlmə olduğuna göre ucları belə gəlir. Yəni buna ümumiyyətlə belə dönüştürücü alınmalıdır. Yəni bu normalda nə deyirlər, Avropa prizləri keçir. Avropa prizm nəyim elə bir şey keçir. 120 wattla zaryadka olur dostlar. Yəni 120 wattdan 20 dəqiqədə, 25 dəqiqədə yəni değişir bu. Elə bil ki dəqiqə araları değişir. 0-dan 100'ə o dəqiqəyə, yəni 20-25 dəqiqəyə 0-dan 100'ə zaryadka yığır. Və şunuru budur dostlar. Şunurunu da göstərim. İçindən qulaqçıq falan çıxmır. Yəni elə bil ki normal mağazinlərdə satılan belə Xiaomi'lərdə qulaqçıq falan çıxmır. Belə bir şunuru var dostlar. Çox qalın bir şunuru var bunun. Yəni normal elə bir telefon şunurlarından daha qalındır və içi belə narıncı rəngdə gəlir. Adapterdəki bunu belə taxırsız olur bu vəziyyətdə. Belə yəni. Deməli dostlar, telefonumuz hər şeyi quraşdırmışam, eləmişəm. Hər şey var. PUBG-dir, TikTok-dur, nə bilim, car parking falan. Yaddaşını da göstərim hələ sizə. Sabit tutum, bəzi yerləri gizlədəcəm mən. Elə bil ki seriyanla biraz falan bax. 1 TB üstəgəl 32 GB. Normalda elə bil ki dostlar 32 GB bilmirəm nə indi, üstünə nə yazırsa. Elə bil ki detaylı özellikler deyir. Detaylı özelliklerdeki 12 üstəgəl 6 dostlar. Bu 12 üstəgəl 6 değil, 12 üstəgəl 12'dir. Burada 6 yazmağına baxmayın siz. MediaTek Dimensity 9300 Plus prosesörü var. 3.4 GHz elə bil ki frekans verir dostlar. Çox güclü bir frekansdır. Yəni hardasa bir iPhone 16'larla eyni yarışan bir telefondur. Sonra yəni belə dostlar, bu tərəf belə güncəlləmə gəlibdi.
Güncəlləmədəki HyperOS 2.0 gəlibdi. Güncəlləməyəcəm. Telefon bundan ibarət dostlar. Yəni çox böyük belə üzəlliyi yoxdur. Kamera tərəfindən də belə deyim də video tərəfinə keçək. Yəni 4K 60 FPS, 8K 24 FPS-ə qədər yəni video çəkə bilir. Ön kamerasına heç fikir verməmişəm necə çəkir. Ön kamerayı heç bilmirəm. Dostlar bu da mənim. Deməli 1080p 60 da çəkir. 4K-da 30 bildim. 4K-da 30 FPS, 1080p'də 60 FPS video çəkir. Dostlar bu oyunda 120 FPS verir. Yəni akıcı ultra aşırıya qədər grafikləri var. Kamerası da dostlar fotoaparat makinesi Leica mı neyim belə bir şey var. Elə bil ki onunla işbirliyi eləndi və ondan bir kamera düzəldiblər. Özünüz belə araşdırsınız, mən çox da bilmirəm. Araşdırsaz bilərsiniz. Dostlar Eoku falan var, yəni ziraat, bu hamısı Türkiyədə olan şeylərdir. İstəyirəm sizlərdən qısa bir PUBG oynayım, elə bir ki grafiklər falan göstərim sizə. Dostlar elə bir ki qoy bunu da göstərim sizə. Dostlar məsələn ekran şəklini çəkmişəm. Bu stabil olaraqdan 120 FPS verir. Yəni stabil 120 verir dostlar. Yəni mən bunun FPS düşdüyünü görmədim. Yəni nə yalan deyim, FPS düşüşü falan bu vaxta qədər elə bir şey qabağıma çıxmadı. Yəni stabil olaraqdan 120 FPS verir. O qədər etkinlik alanına düşürəm. 20-30 nəfər olur. Yəni elə bir şey görmədim ki FPS düşsün. Yəni telefon drop yesin. Yoxdur elə bir şey yəni bu telefonda. Dostlar mən o şəkil tapım, yəni stabil 120 FPS verən bir şəkil tapım sizə gəlirəm. Deməli dostlar şəkili tapdım. Yəni bu telefondan çəkilmiş şəkildir, yalan yoxdur. Elə bir ki performans modunda olsun, normal modda olsun 120 FPS stabil verir. Yəni bu oxlarda da gördüyünüz kimi FPS düşməsi falan yoxdur yəni bu telefonda. Performans modunda stabil olaraqdan 120 FPS verir bu telefonumuz. İndi oyuna keçək. Oyunu göstərməmişəm sizə. Göstərim sizə. Dostlar bir də kağız var belə. Yəni bu kağız cırıq-cırıq oldu deyə heç bunu göstərməyə heç ehtiyac duymadım. Eləmə ki göstərim falan deyə. Açıldı dostlar, gördüyünüz kimi çox tez saniyədə, yəni çox tez qısa vaxtda açıldı. Gərək kimlər oyundadır? Sinc yoldaşım oyundadır. Grafiklər. Gördüyünüz kimi dostlar ultra aşırı. Lobbydə də ki 90 FPS verir. Yəni akıcı aşırı plus verir. Evdə akıcı verir. Verim olaraqdan da ki belə. Sizin üçün nə açın bilmirəm. Yəni rütbəsizdən arena aça bilərəm. Bəlkə elə belə göstərməyə. Dostlar bu telefonun rəngi Titan Grey deyə keçir. Yəni Titan Grey, bozu deyə keçir. Bozla heç dəxili yoxdur. Heç boz rəngdə deyil də elə bil ki. Stol rəngindəki kimi bir şeydir. Yəni, boz deyil dostlar, sarımtıl kimi bir rəngi var. Düş belə, ay da silah dəş. Dəyişənmədi. Dəyişənmədi. Belə durum dostlar, oy, boya, ağzımın içine bomba yandı. Valla o kadar Türklerden şey eləmişəm ki, eşitmişəm ki, ağzım söyüşür. Yəni məndən asılı olmayaraqdan ağzım söyüşür. Heç mənlə bir dəxli yox. Oradan vurar. Vah, tək yemədi şərəfsiz. Dostlar elə bir ki jiroskopla oynayıram deyim normalda. Uy, olan ağırdı qalayız. Dostlar normalda çok farklı oynayıram mən. Gəlmədi. Abba canavar. Ne koy? Lan ay böyle.
Ha dostlar, elə bir ki, dediyim kimi oynaya bilmirəm. Çox belə. Video da çox uzun oldu. Çalışdığım qədər kəsəcəm. Hə? Vay, gördünüz? Vurdum, olmadı. Sən candır, görməyib bura. Hayda, düşməyəcək bax bunda. Bilirdim düşməyəcəyini. Dostlar, FPS elə bir ki, telefon 30 FPS alır deyə. Burada siz 120'ni görə bilməyəcəksiniz. Oy. Nə? Uy. Ha, güllen değiştir. Ay böyle. Valla biz ne vardık la? Yargı eləyirik. Sən yumruq atansan. Gəl. Dostlar, oynamaq olmur. Yani ben normalde böyle oynamıram. Baxın, niye iki kişisən sən? Niye tek yemirsən? İki caizə. Ay böyle. Yüzləm qutarda incir olacaq. Allah elə. Mənim ölməyim, belə oynamağım normaldır. Dostlar, inşallah ki... Ay böyle. İnşallah ki dostlar, bu telefonla bomba kimi videolar gələcək. Çalışdığım qədər də görüm, əgər vlog çəkə bilsəm. Vlog falan da çəkərəm inşallah ki. Bıni. Səs də kasanmıram. Vallahi cücələr. Belə dostlar, yəni bu qədər idi. Elə sizə dedim göstərim. Bəzi şəkillərdə qoyacağam ekrana. Dostlar, elə bir ki, necə çəkdiyini falan qoyaram hamısını bir-bir. Yəni bəzi şəkillər falan var, çəkdiyim şəkillər. Onları da qoyaram. Yəni əgər bəyənsəz sizə də tövsiyə edirəm. Yəni mən çox razı qaldığım, çox xoşuma gələn bir telefon oldu. Onsuz da çox uzun vaxtdır ki araşdırırdım və qərara gəldim ki bu telefonu alım. Çünki iPhone, yəni dostlar, iPhone-a heç nə eləmək olmur. Heç bir şey eləmək olmur. Yəni sadəcə PUBG-da oynamaq üçündür. Yəni bilənləriniz bilir, iPhone ancaq o işə yarayır. Yəni mən sadəcə PUBG oynamaqla belə bir şey eləyən deyiləm. Mən hər şey açıq, elə bir ki, hər şey elə bir ki, hiləli oyunlar olsundur, nə bilim, odur budur oyunlardır, nə bilim, proqramlardır ki, hiylə eləyənlərdən birisiyəm. Ona görə də ki, yəni iPhone mənə qane eləmir. Ona görə də ki, belə bir telefon aldım. Yəni çox xoşuma gəldi. Zarıq yığmaqdır, nə bilim, şəkil çəkməkdir, oyun oynatmaqdır. Bir də simsiz zarıqası var dostlar. Simsiz zarıqı da zarıqa ilə olur. Onu da hətta göstərim sizə dostlar. Dostlar, üzürlü sayın biraz. Elə bil ki, şeydən əlaqəli oldu. Yəni elə bil biz evi köçmüşük, dəyişmişik evi. Ona görə də ki, belə videonun yerdə davam eləyirəm. Simsiz zarıqanı göstərmək üçün. Deməli dostlar, standdır bu. Normalda adapterdən belə qoşulur falan. Yəni stand almışam. Buradan saatdır, qulaqçıq falan da qoymaq olur. Nəysə, bu tərəf telefonu qoymaq üçün yerdir. İndi göstərim sizə, baxın, belə qoyursa. Gördüğünüz kimi yığır dostlar. Ama tam olmadı. Niye oturtturmadın? Hə. Gördüğünüz kimi yığır. Ama çok yavaş yığır. Yani çok da güçlü bir şey değil yani. Stand değil. Bakın.
Yəni simsiz zaryadka özelliği də var dostlar. Bu bir tərəfdən də çox xoşuma gələn bir özellik yeni oldu. Bir də dostlar tripodunu tapa bilmədim deyə videonu elə bil ki fərqli bir yolla çəkirəm. Nəysə keçək masaya. Bəli dostlar, masaya geldik. Yəni bugünlük bu video bu kadar olsun. Yəni inşallah ki bu telefonla videolar davam eləyəcəm inşallah ki. Dediyim kimi bir aydır video çəkə bilmədim telefon olmadığına görə. Belə dostlar, sağ olun, salamat qalın, özünüzdən müğayət olun. Bay bay. Sevilirsiniz.